Uşaqlar, hamınızı xoş gördük. Bugün sizinlə birlikdə 3-cü sinif Azərbaycan dili dərsindən səhifə 54, 55, 56 və 57-də olan tapşırıqları həll edəcəyik. Başlamazdan öncə kanalıma abunə olmağı və videomu bəyəndirsə, bəyən düyməsinə basmağı unutmayın. Gəlin başlayaq. Artıq səhifə 54-də idik. Qaydaları 3 tapşırığında deyir ki, verilmiş cümlədəki bağlayıcını müəyyən edin. Onu hansı bağlayıcı ilə əvəz etsək, cümlənin mənası dəyişməz. İlqarın gözləri yaşla dolmuşdu, lakin bu sevinc göz yaşları idi. Ancaq çünki bundan bu eyni mənanı ifadə edir, yaxın mənalıdır. Əvəz edə bilir. Gördüyünüz kimi. Bunları bilməliyik. Bağlayıcıların bir-birini əvəz etməsi. Bəzi bağlayıcılar yaxın mənalı olduğu üçün bir-birini əvəz edə bilir. Məsələn, biz fəxr edirik, çünki ordumuz qələbə qazanır. Biz fəxr edirik, ona görə ki, ordumuz qələbə qazanır. B. Fərqləndirilmiş sözləri uyğun gələn sözlə əvəz edib cümləni köçürün. 1. Ayşə incimişdi, ona görə ki, Lalə onu çağırmamışdı. Amma çünki burada da onu gördük. Deməli, sonra 2. Üzümlərə çoxlu arı yığışmışdı. Ancaq babam qorxmurdu. Lakin babam qorxmurdu. Diqqət et və bağlayıcısı bəzən sözləri də bir-birinə bağlaya bilir. Bu zaman ilə bağlayıcısı ilə əvəz etmək olur. Ayşə ilə Lalə rəqs dərinliyinə gedirlər. Burada cümlələr bir-birinə bağlamayıb. Sadəcə sözlər. Baxın, Ayşə bir dənə sözdür, Lalə də o bir söz. Amma adlar deyə bunlar. Nəysə, Ayşə və Lalə rəqs dərinliyinə getdilər. Yəni fərq olmadı. İkisində buradakı eləmək olur. C. Hansı cümlələrdə və bağlayıcısı ilə əvəz etmək olar? 1. Qonaqlar yığışdılar və şənlik başladı. Yığışdılar ilə şənlik başladı olmaz. 2. Babam və nənəm şəhər kənarındakı bağda yaşayırlar. Babam ilə nənəm olur. Bu olur. 3. Tamaşa bitdi və hamı aktyorları alqışladı. Tamaşa bitdi ilə hamı alqışladı, elə olmur. 4. Ad günümə yalnız Könül və Aynuru dəvət etmişəm. Könül ilə oldu. Aynur. 5. Mağazadan qələm və dəftər aldım. Qələm ilə dəftər olur. C. Bağlayıcına uyğun gələn digər bağlayıcı ilə əvəz edib cümlələri köçürün. 1. Göy guruldadı, ancaq yağış yağmadı. Burada ola bilər amma və ya lakin. Sonra 2. Nənə ilə nəvə şirin söhbət edirdilər. İləyinin yerinə və yaza bilərik. 3. Azarkeşlər idmançıları alqışlarlar. Çünki onlar qalib gəlmişdilər. Ona görə ki, onlar qalib gəlmişdilər. Bu olar. 4. Toplar bərkdən hürürdü. Ona görə ki, həyətdə tülkü girmişdi. Burada da çünki. 5. Arif və Sabir yaxın dostlardır. Arif ilə Sabir yaxın dostlardır. Artıq səhifə 55-ə keçdik. Ümumiləşdirici təkrar. A. Nöqtələrin yerinə uyğun gələn köməkli sözləri artırın. Və ura, bəs. 1. Ordumuz torpaqlarımızı azad etdi. Ura! Ordumuz torpaqlarımızı azad etdi. 2. Bəs biz dost deyildik. Məktəbin kitabxanası geniş və işıqlıdır. B. Verilmiş fikirlərə daha bir fikir əlavə edərək mürəkkəb cümlə düzəldin. Payız gəldi. Payız gəldi. Məsələn, deyə bilərik ki, payız gəldi. Ona görə də yarpaqlar saraldı. Belə ola bilər. Müəllim Zivəri təriflədi, çünki o dərs öyrənmişdi. 3. Maşınlar dayandı, çünki qırmızı işıq idi. 4. Sevda ağlayırdı, çünki dərsini öyrənməmişdi. C. Bağlayıcıdan asılı daha yaxşı cümlələr eləyə bilərsiniz. Sadəcə indi mənim ağlıma gələnlər bunlar idi. C. Bağlayıcıdan asılı olaraq cümləni tamamlayın. Güclü yağış yağırdı və bərk külək əsirdi. Güclü yağış yağırdı, lakin
Külək əsmirdi. 3. Güclü yağış yağırdı, ona görə də külək əsirdi. C. Cümlələrdəki bağlacılara diqqət edin, uyğunluğu müəyyənləşdirin. Bir qış gəldi və aylar yuxuya getdilər. Deməli, və birləşdirmə bağlayıcısıdır. 2. Ana fəxr edirdi, çünki oğlu qalib gəlmişdi, səbəb bildirir. 3. Musa dincəlirdi, amma Səlim hələ də işləyirdi, qarşılaşdırır. D. Mürəkkəb cümlə düzəldin. Tərkib hissələri arasında uyğun bağlayıcını istifadə edin. 1. Zəng vuruldu. 2. Baban sevinirdi. 3. Samir yatmaq istəyirdi. A. Əkdiyi ağaclar əla məhsul vermişdi. Bağban sevinirdi, çünki əkdiyi ağaclar əla məhsul vermişdi. Belə. B. Uşaqların səs-küyü ona mane olurdu. E, e, Samir yatmaq istəyirdi, amma uşaqların səs-küyü ona mane olurdu. C. Müəllim sinifə daxil oldu. Bundan zəng vuruldu və müəllim sinifə daxil oldu. Vergül işarəsi ilə işlədiyi məqamlara diqqət edin. Səhvləri düzəldərək cümlələri köçürün. 1. Sərdar bağçadan moruq yığdı və nənəsi ondan mürəbbə bişirdi. Yığdıdan sonra vergül ola bilməz, çünki vədən qabaq vergül ola bilməz. Bu səhvdir. Yəni səhvi düzəltsək, bunu silirik. Bir dəqiqə, bunu. Bu bir dənə vergülü. Baxın, bunu silib yazırıq. 2. Tikan Həsənin əlinə baxdı, lakin Həsən səsini çıxarmadı. Baxın, buradakı vergülü qoyuruq bunun lakinin qabağına. 3. Toyuq bərkdən qaqqıldadı. Çünki cücəsi gölməçəyə düşmüşdü. Çünkidən əvvəl vergül qoymaq lazımdır. Keçdi səhifə 56-ya. Odlar yurdu. A. Aşağıda müxtəlif ölkələrin rəmzi sayılan abidələr haqqında məlumat verilmişdir. Bu məlumatlar əsasında həmin abidələr haqqında danışır. Korizey, şəhər, Roma, İtaliya, inşaat tarixi 70-80-ci illər, hündürlüyü 48 metr, açıq səma altında muzeydir. Deyir ki, haqqında verilmişdir. Həmin abidələr haqqında danışır. Burada olan da belə bir elə bil ardıcıl belə deyə bilərik. İtaliyanın Roma şəhərində yerləşən Kolisey 70-80-ci illərdə tikilmişdir. Hündürlüyü 48 metrdir və açıq səma altında muzeydir. Belə deyə bilərik. Big Ben. İngiltərənin London şəhərində paytaxtı olan London şəhərində yerləşən Big Ben 1858-1859-cu illərdə tikilmişdir. Hündürlüyü 96 metrə çatır. Üzərində nəhəng sant olan böyük bir qüllədir. Ayasofya. Türkiyənin ən böyük şəhəri olan İstanbulda yerləşən Ayasofya 532-537-ci illərdə tikilmişdir. Hündürlüyü 83 metrdir. Əvvəllər muzey olub, indi məscid kimi fəaliyyət göstərir. Kreml, şəhər Moskva, Rusiyanın Moskva şəhərində yerləşir. Hündürlüyü 80 metr, müdafiə qalası kimi tikilmişdir. Kərpicdən tikilmiş kimi qülləsi var. Deməli, belə. Azərbaycan paytaxtı Bakıda yerləşən abidələr haqqında bildiklərinizi danışın. Siz onlardan hansını Azərbaycanın rəmzi hesab edərdiniz? Bu Qız qalasıdır, bu da alov qüllələrdir. Deməli, mən bu Qız qalasını Azərbaycanın rəmzi hesab edərəm. Ona görə ki, şəkilçi də elədim, nəysə. Ona görə ki, bu qədimidir də, qədimi bir abidədir. Bu isə abidə deyil, yeni tikilib. C. Sizcə nə üçün Azərbaycanı Odlar yurdu adlanırlar?
Fikirlərinizi aşağıda verilmiş məlumatlarla müqayisə edin. Azərbaycan ərazisi neft və qazla zəngindir. Bəzi yerlərdə təbii qaz üzə çıxaraq yanmağa başlayır. Belə yerlərdən biri də Yanardağdır. Yanardağ Abşeron Məhəmmədi kəndi yaxınlığında yerləşir. Burada yer altından çıxan qaz havadan asılı olmayaraq gecə-gündüz yanır. Bu da Atəgah Azərbaycanın qədim abidələrindən biridir. Bakının Suraxanı rayonunda yerləşir. Keçmiş zamanlarda burada yerdən çıxan qaz alovlanıb yanırmış. Təxminən 300 il əvvəl burada Atəgah məbədi inşa edildi. Atəgah alov evi deməkdir. Oda sitayiş edən insanlar bura gələrək e, ibadət edilmişdir. Bu gün Atəgah dövlət tərəfindən muzey kimi görünür. Məlumat vərəqini oxuyun. Azərbaycan haqqında danışın. Azərbaycan Respublikası paytaxt Bakı, həmsərhəd ölkələr Rusiya, Gürcüstan, Türkiyə, Ermənistan, İran. Ən hündür zirvə Bazar düzü. Çaylar Kür, Araz, Tərtər çayı, Samur çayı və s. Göllər Göygöl, Maral göl, Hacıqabul gölü, Batabat və s. Dağlar İlandağ, Şahdağ, Tufandağ, Murovdağ və s. Əlavə məlumatlar 1990-cı illərin əvvəllərində Azərbaycanın ayrılmaz bir hissəsi olan Qarabağ ermənilər tərəfindən işğal olunmuşdu. 2020-ci ilin sentyabr-noyabr aylarında Azərbaycan ordusu Qarabağı düşməndən azad etdi. Belə dostlar, bu gün də sizə tapşırıqlarını yerinə yetirməkdə kömək etməyə çalışdım. Ümid edirəm ki, video ürəyiniz oldu. Əgər bəyəndirirsə, videonu bəyənməyi, paylaşmağı və kanalıma abunə olmağı unutmayın. Hələlik!